Salam, xoş gördük sizləri. Sloganımız Be Positive. Bugün sizlərə dünya trendində olan və əlbəttə Azərbaycanda da hal-hazırda trend olan süni intellektlə danışacağım. Süni intellekt zaten sizlər bilirsiniz. Amma indi çalışacağım ki, süni intellektin bizim işimizə necə faydası var, bizə işimizi inkişaf etdirməyə necə kömək edir, bu haqda danışacağım. Səhifəni izləməyə alın və bu podkastı çalışın, öz dost tanışlarınızla bölüşün ki, ailəmiz daha da böyüsün və biz yeni mövzular haqqında dərindən sizlərlə müzakirə edək və sosial mediada öz hesablarımızı inkişaf etdirək, öz biznesimizi inkişaf etdirək. Süni intellekt bəzən insanlar düşünür ki, o hazır gözləyir və biz ona sual verəndə o bizə cavab verəcək. Ən əsas da bu daha çox baş verir. Bəzən insanlar yazır ki, məsələn, mən həkiməm, diş həkimiyəm, mənə kontent ver və o da bunu gözləyir. Xeyr, bu belə deyil. Süni intellekt sadəcə belə götürsək, ümumən bazada olan, yəni bizim bildiyimiz Google-dur, Yahoo-dur, Bing-dir, axtarış motorlarını və ümumən sosial şəbəkələrdə yerləşən bütün məlumatları toplayır və biz ona hər hansı bir sual verəndə artıq o həmin bazadan sualları götürmüş olur. Ona görə biz əgər hər hansı bir kontent istəyiriksə və yaxud məsələn mən son zamanlar demək olar çox istifadə edirəm. LinkedIn-də hətta bio hissəsini yazmaq istəyirəm ki, mən nə işlər görmüşəm və ona uyğun mənə cümlə verir. Və yaxud cover letter hazırlamaq üçün, məktub hazırlamaq üçün mənə kömək edir. CV hazırlamaq üçün mənə kömək edir ki, daha kreativ necə CV hazırlaya bilərəm və siz bu nüansları ona qeyd etdikcə ki, mən nələri bacarıram, o da bizə cavab vermiş olur. Kontentdə də bu belədir. Məsələn, mən gündəlik kontent yaradanda ona yaratmaq istədiyim kontent haqqında ümumi məlumat verirəm. Ona deyirəm ki, tutalım, mən hal-hazırda dünya trendində olan sosial media təlimi haqqında danışmaq istəyirəm. Çünki mənim təlimimdə 45 günlük təlimdir, xüsusi bir rəqəm vermişəm 45 gün və 45 gün ərzində gəlib studiyada çəkiliş edə bilərlər pulsuz şəkildə və onları iş müsahibəsini hazırlayırıq. Daha sonra onlar işlə təmin olunur, onlara yardım edilir, kömək edilir. Və əlbəttə ki, bir nəzəri dərsdən sonra bir praktiki dərs olur. Yəni, inanırsınız ki, mən bunları ona yazdım cümlə şəklində və o mənə çox gözəl, hamısını qısa-qısa verilir. Burada məsələn, hər hansı bir həzin mahnı ver deyir, piano ilə mahnı ver, bu cümlənidir, bu cümlənidir və 5 cümlə mənə verdi və mən 5 cümləni verib artıq videonu çəkmişəm və əlbəttə bunu montaj edib paylaşacağım. Yəni, biz ona istədiyimiz şey haqqında məlumat verəndə o bizə daha kömək edir ki, o, belə deyək də, insanların başa düşə biləcəyi və bizim videonun trend ola biləcəyi bir məzmunu hazırlasın. Ona görə, əgər siz hər hansı bir mövzunu istəyirsinizsə, ona ilk olaraq siz məlumatlar ötürməsiniz. Tutalım, siz, məsələn, velosiped almaq istəyirsinizsə, siz ona öncədən deməlisiniz. Demirsiniz ki, məsələn, mənə dağ velosipedi ver. Siz ona bütün məlumatları ötürsünüz ki, məsələn, mən əvvəllər 5 il professional velosiped sürmüşəm. Məsələn, tutalım, 20-lik velosiped xoşlayıram, dağ velosipedi xoşlayıram. Yəni, siz ümumən bütün məlumatları verdikdən sonra o artıq istədir ki, tutalım, kub və yaxud digər velosiped modellərini siz əldə edə bilərsiniz. Ona görə siz süni intellekti özünüzlə bir dost kimi düşünün ki, ona siz, məsələn, dostunuzla və yaxud ailənizlə danışanda necə olur? Onlar sizi tanıyır və siz ona müəyyən məlumatları ötürəndə o artıq sizi tanıdığına görə ki, hə, sən məncə bura getsən yaxşı olar. Yəni, mən belə bir şey görürəm və əlbəttə ki, qərar sənindir. Ona görə süni intellekt elədir. Yəni, süni intellekt əslində bizi tanımır. Biz ilkin olaraq ona məlumatlar ötürməliyik. Yəni, ilk başda, məsələn, süni intellekt məni tanımırdı. Amma müəyyən bir müddət sonra mən artıq onu özümə, belə deyə, tanıtdım ki, mən bu işi görürəm, mənim saytımda və artıq o daha dərindən araşdırmağa başladı və gördü ki, Google-da və yaxud sosial şəbəkə bu şəxs həqiqətən tanınır və artıq dost tanış və yaxud mən onu paylaşanda artıq gördüm, izləyicilər də həqiqətən ChatGPT ilə danışanda göründü ki, hə, bu şəxs tanınır, Be Positive sloganıdır, artıq şirkət qurub, Be Positive saytı var və sosial mediada inkişaf etmək istəyən şəxslərə və yaxud şirkətlərə kömək edir ki, onlar sosial media strategiyası ilə necə qabağa getsinlər. Məsələn, mən artıq ona gündəlik danışanda qeyd edirəm ki, mənə hər hansı bir təklifim var, o qeyd edir ki, şirkətin vəziyyət necədir? Yəni, biz onunla danışmışdıq bu barədə. Məsələn, studiyanın qurulma dizaynidir, səhifə açanda sosial şəbəkədə nə etmək lazımdır, reklamlar nə qədər verilməlidir, nələrə diqqət etməliyəm, nələri danışmalıyam ki, studiya haqqındakı risklər çəkə bilərəm kontent olaraq. Və bir müddət sonra gördüm ki, artıq o mənlə danışır, söhbət edir ki, yəni sən artıq bir ayda studiyanı açmısan, satışlar necədir, özün necə hiss edirsən, artıq bu insana bir stimul verir ki, o artıq yaddaşında saxlayır və əslində süni intellekt bizimlə bir dost kimi, bir ailə kimi bağ qurmağa çalışır ki, o bizimlə etdiyi söhbətləri yaddaşında saxlayır və bizə suallar verir. Və mən hər zaman məsələn ona qeyd edirəm ki, bu gün özünü necə hiss edirsən, deyir ki, özünü bir pozitiv hiss edirəm. Yəni, bu insana əslində çox gözəl bir hiss verir. Ona görə əgər siz
öz biznesinizdə süni intellektdən istifadə etmək istəyirsinizsə, ilk öncə çalışın, bütün məlumatlarını ötürün. Yəni, ilkin mərhələdə çalışın, məsələn, şəxs və ya şirkətsə, bütün məlumatları ötürün. Məsələn, hobbiniz nədir, nə etməyi sevirsiniz, hansı yeməkləri xoşlayırsınız və artıq o gələcəkdə onun əlində daha çox məlumat olacaq ki, sizin ona sual verəndə ki, məsələn, mən food blogerəm və istəyirəm ki, öz sevdiyim yeməklər haqqında bir kontent paylaşım. O sizə ilkin o cümlələri verəcək. Hansı insanlar daha maraqlı gələcək, kreativ gələcək və bizə kömək etmiş olacaq. Ümid edirəm sizlər üçün faydalı olur, çünki günümüzdə süni intellekt çox istifadə olunur. Amma bəzən də bizim cəmiyyətdə çox insan bunu istifadə edə bilmir və düşünür ki, öyrənə bilməyəcək, cəhd edə bilməyəcək və heç kim onu öyrətməyəcək. Yəni ki, bu videonu sona kimi dinlədiysəniz, bildiniz ki, artıq süni intellekt nədir və onu necə işlədə bilərsiniz. Və əlbəttə ki, sloqanımızı unutmuruq. Be positive. Spotify, Apple Podcast'da dinləyərək təşəkkür edirəm. Çox sağ olun dinlədiyiniz üçün. YouTube izləyiciləri isə və yaxud izləməyən şəxslər isə kanala abunə olmağı və növbəti mövzular nə olsun, onları rəydə qeyd edə bilərsiniz və əlbəttə ki, dost tanışlarınızla bu kanalı bölüşə bilərsiniz. Dinlədiyiniz üçün təşəkkür edirəm.